Bəzən məndən soruşurlar, özün üçün etdiyin ən böyük investisiya nələrdir? İnvestisiya deyəndə insanların ağlına ya daşınmaz əmlak gəlir, yəni ev, ofis, bağ evi və qızıl misal üçün səhm gəlir. Amma mən düşünürəm ki, mənim özümə etdiyim ən böyük investisiya təhsilimə və biliyimə etdiyim investisiyadır. Çünki belə deyək də, geri baxanda görürsən ki, biznes uğursuz ola bilər, ev əldən çıxa bilər, istənilən krizdə səni çox çətin anlar gözləyə bilər. Ancaq qazandığın bilik yeganə bir qazancdır ki, onu hər yerdə itirmək olmur və onu sənin əlindən çox da rahatlıqla ala bilməzlər. Mən xüsusilə Niderland Krallığında Utrechtdə aldığım təhsilə çox şey borcluyam. İndiki bacarığım, təhsilim, savadım və özümə yaratdığım disiplinim məhz oradakı təhsilimə borcluyam. Və bunu mən tək özümlə əlaqələndirmirəm. Mənim təhsilimə hər daim dəstək olan atam başda olmaqla bütün ailəmə borcluyam. Bundan əlavə mən magistr təhsilimi 2007-2015-ci illərdə xarici təhsil proqramı vasitəsilə almışam. Bu proqrama çox şey borcluyam. Doğrudan da mənim kimi minlərlə savadlı gəncə belə bir imkan yaradırlar ki, dünyanın aparıcı universitetlərində çox böyük miqdara təhsil haqqlarını birbaşa ödəyirlər. Bu çox gözəl bir haldır. Yəni, sözümün canı odur ki, investisiya deyəndə mütləq şəkildə daşınmaz əmlak və ya zinət əşyası ağlınıza gəlməsin. Doğrudan da özünüzə etdiyiniz yatırım çox vacibdir. Məsələn, mən əgər indiyə qədər rahat şəkildə iş axtarıb tapa bilmişəmsə, özümü sübut edə bilmişəmsə, layihələri rahat şəkildə tamamlaya bilmişəmsə, indi də adi təhsil ocaqlarında və ya birbaşa özüm öz dərslərimdə cavanlara dərs deyə bilirəmsə, hamısını Utrechtdə aldığım təhsilə borcluyam. Ona görə demək istəyirəm ki, insan kapitalına edilən investisiya ən gözəl investisiyadır. Bunu mən sırf populist çıxış üçün demirəm. Doğrudan da mənim üçün ən dəyərli investisiyam təhsilimə etdiyim investisiyadır.